vicdansızlar. Vicdanına sığıb o meşok daşıma da öz uşaqlarını gətirib orada döyütdürmə. İnanmıram elə bir insan olur. Yox. Varsa da o adam vicdansızdır. O adam şərəfsizdir. O adam o üzr istəyirəm. O uğraşlar şaqqalanmalıdır o uğraşlar. Yani orada olan bir Azərbaycan əsəbindən partlayıb tutub bayrağı alır yerlə. Deyib ki, arkadaş çıxartmayın. Nə edirsiniz? Hələ mən şeyinə kimi deyib, Topik kimi oğlanlar gətirir. Buna da. Bir mən Qazaxstanda olan bir dəfə Qazaxstana gedib uşaqları döymək istəyib Azərbaycanlılar. Ya qutarım bu nədir bu bura uşaq gətirirsin. Bu bərbad halda uşaqları bura gətirirsin. Bir neçə də bunları danlayıblar orada. Yəni belə momentlər var. Ona görə yəni bunların da kökü nədir? Həmən o konkretləşməlidir. Azərbaycan konkretləşməlidir qardaş. Yəni konkret olmalıdır ki, qardaş. Bir dənə normal bir dənə federasiya işləməlidir. Normal federasiya sanatçısı işləməlidir. İnşallah biz işıqlandıranda da yəni müqayisə qoyacağıq ki, federasiyanın da işlərinə dərindən baxılsa, nazirlik tərəfindən və s. Yəqin ki, bu işə yekun nazirlik qoya bilər. O qoya bilər. Əlbəttə, bilsən, bir dəfə buna